Heç fikir vermisən? Bəzilərinin yanında olanda ürəyin yüngülləşir, amma başqalarının yanında olanda sanki içində nəsə qaralır. İndi isə özünə səmimi bax. Elə biri var ki, yanında olmaq rahatdır. Gülürsüz, zarafat edirsiniz, həyatdan danışırsınız, amma onunla Allah yad edilmir. Söhbətlər yalnız dünya ətrafında fırlanır. Görüşdən sonra qəlb ağırlaşır, ruh sanki susur. Onun yanından çıxırsan və güya yaxşı idi, amma içində boşluq qalır. Və bir başqası var. Bəlkə o qədər də maraqlı deyil, bəlkə o qədər də rahat deyil, amma onun yanında Allahı xatırlayırsan. Səni günahdan saxlayır, səni özünə qaytaran söz deyir, sənin üçün dua edir. Ondan sonra qəlbin yuxarı çəkilir. O sadəcə yanında deyil, o sənin qurtuluşuna səbəbdir və aldanış məhz buradadır. Birincisi sənə hisslər verir, ikinci isə əbədiyyatını xilas edir. Birincisi vaxtını doldurur, ikincisi qəlbini doldurur. Birincisi gülüş anında yanındadır, ikincisi isə axirətin həll olunduğu anlarda. Ən təhlükəlisi isə sən birincisinə bağlana bilərsən və ikincisini dəyərləndirməyə bilərsən. Halbuki hər şey sadədir. Sənin yanında olan hər kəs ya səni Allaha yaxınlaşdırır, ya da uzaqlaşdırır. Üçüncü yol yoxdur. Və bəlkə də qiyamət günü əyləndiyin insanı yox, bir dəfə sənə deyən insanı xatırlayacaqsan. Dayan, bu səni Allaha aparmır deyən. Və məhz o söz sənin qurtuluşuna səbəb olacaq. Ona görə də özünə dürüst bax. Sənin yanında kim var və o səni hara aparır?